Ya Allah, selam, sabah xeyir olsun əzizlərim. Bura İran'da qədəmgah deyirəm bir məkandır. İmam Əleyhisselamı buradaki ayağının altından su çıxıb. Bu suya müqəddəs Əbu Şəfa deyirlər. Yəni əsası o suyun çıxan yeri buradır. İmam Əleyhisselamın qədəmgahı deyirlər bura. Biz də gəldik inşallah İmam Əleyhisselam ziyarət etmək üçün də bu qədəmgahı ziyarət edək. Mübarək cərgahı və inşallah sizlərə də paylaşaq. Güzel mekandı. Allah sizlere inşallah nasip edesin. Selamun aleyküm ya İmam İsa. Selamun aleyküm ya İmam İsa. Ya Allah, ya Allah. Ya Allah. Amir. Ya Ali. Allah size inşallah nasip edersin güzel mekanı ziyaret edersin. Selamun aleyküm ve rahmetullah.